Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün biz sizinlə çiyələkli kokoslu tort hazırlayırıq. Tortumuzun biskviti üçün 2 yumurta, yarım stakan şəkər tozu əlavə edib mikserli çalırıq. Yumurtalar tam ağardıqdan sonra 50 mg bitki yağı və 50 mg soyuq su əlavə edib yaxşıca çalırıq. Yarım stakan un, 2 xörək qaşığı nişasta, 1 paket qabartma və 1 paket vanili ələkdən ələyib biskvitimizə qatırıq. Qabımızı yaxşıca yağlayıb, biskvitimizi əlavə edib, əvvəlcədən isidilmiş sobada 180 dərəcədə qoyub bişiririk. İndi isə kremimizi hazırlayaq. 350 ml südü qazana töküb isidirik. Yarım stakan şəkər tozu, 1 xörək qaşığı un, 1 xörək qaşığı nişasta, 1 çay qaşığı vanili qarışdırıb, südümüzdən də biraz əlavə edib düyün qalmasın deyə yenə də yaxşıca qarışdırıb, axırda 2 kütləni birləşdirib vam odda qoyub qaynadırıq. Biskvitimiz hazır olub soyuduqdan sonra 150 mg südlə onu yaxşıca isladırıq. Soyumuş kremə 100 qram krem şanti də əlavə edib ağarana qədər çalırıq. Kremin üzərinə Hindistan cevizi səpirik. Tortumuzun üzərini zövqə görə bəzəyirik. Çox yumşaq, pambıq kimi evdə olan ərzaqlarla başa gələn çiyələkli tortumuz hazırdır. Nuş olsun. Kanalıma abunə olub yorum yazmağı unutmayın.